Ramanın, Suraxanın cəmaatı, Balaxanın cəmaatı mədənlərimizi yandırır. Nikolaya, imperatora məktub yazırlar ki, təcili bu cəmaatı köçürdün. Abşeron cəmaatı mədəndə işləmək meyli yox idi. Tərtərəfli Abşeron cəmaatını bu neft başladı sıxmağa. Suraxanın cəmaatı beləliklə köçkün oldu. Qalada əhali çox idi. İşıq çəkdilər onlar üçün, sonra işıqlarını kestiler. Cəmaat mecbur oldu, köçdü Şivalan bağlarına. Qala qaldı xaraba. Mardvin, Çuvaş, Yahudilər, Ruslar, Ermənilər gəldilər bu binə kimi yerə, qala kimi yerə. Tatarlar böyük bir qismi Pavolcadan, aclıqdan gəlmişdi. Adam yeyənlər idi. Çörək yox idi. Əlisi vardı ki, boynu alırdı ki, mən öz uşağımı yemişəm. Yazdılar, gəldik. Suraxanın ilə Əmrəcan arasında bir ağsaqqal bizə yer verdi. Bakı çörəkli şəhəridir. Neft mədənində işləmək, yaşamaq deməkdir. Abşeron bir ərazi kimi ahali tərəfindən, yəni qədim tayfalar tərəfindən maraqsız bir yer olduğuna görə, yəni burada iqlim şəraiti, mühit, çayın olmaması, meşənin olmaması, bunlar burada yəni insan üçün yaşamaq üçün münasib şərait yoxdur. Amma sonralar məlum oldu ki, Qobustanda 30-cu illərdə İshak Cəfərzadə başladı Qobustanda tədqiqat aparmağa, qayosterik təsvirlər tapıldı. Ondan sonra 60-cı ildə Abşeronda yeni bir grup abide aşkar edildi. Deyirlər ki, Abşeronda 10-cu əsrdən o yana, yəni qədim dövr tarix məlum deyil. Amma məlum oldu ki, var. Məlum məsələdir ki, arxeoloji qazıntı aparmaq üçün boş sahələr lazımdır. Yəni ki, gedib kiminsə həyətində, hasara alanmış torpağında tədqiqat aparmaq mümkün deyil. 19-cu əsrin ortalarından başlayaraq neft bumu deyək də, belə neft. Neftin istihsalına bağlı Bakıya böyük maraq artır. Bakıya müxtəlif bölgələrdən, Rus imperiyasından və s. yerlərdən əhali gəlir bu iş üçün. Yəni ki, necə indiki vəziyyətdə Bakı dönüb olub böyük bir megapolis və əhali iş axtarmaq məqsədi ilə Bakıya məskunlaşır və bu proses 19-cu əsrin axırında, 20-ci əsrin əvvəlində intensiv sürətdə olub. Misal üçün 400 minə yaxın İrandan gələn, həmşəri deyirlər də, İrandan gələn ahali cənub bölgəsindən, İrandan gəlib burada işləyirlər. Bir hissəsi mədəndə, bir hissəsi ticarətdə, bir hissəsi hamvallıqda, hərəsi bir sahədə işləyirdi. Ondan başqa bura hətta Türkçələr də gəlib çıxmışdı Bakıya. Bir neçə də Türkçə də vardı Bakıda. Kimin bir arabanın fırlandığı yer varsa, o haçansa milyoner ola bilər. Həqiqətən də 20-15 min Balaxanıda, Ramanıda, Sabunçuda bu sahə ki var, bir at arabası fırlananda təxminən bir sot yarım, 2 sot yer. Orada onun qiyməti 10-15 min puludur. Qızıl pulla plus əlavə etsək ki, Tiflisə gedib geodeziya komitəsində icazə almaq və s. bu başa gəlirdi bir 20-25 minə icazə almaq, sonra avadanlıq almaq, sonra nefti qazmaq və üzə çıxartmaq, bu adam olurdu milyonçu. Ona görə Bakıda torpaqların qiyməti başladı qalxmağa. Bu 20-ci əsrin əvvəlində bum başlamışdı. Bakının əsas kapitalı, neft kapitalı ermənilərin və digər Rusların, heç Rusların da yox, əsas xarici kapitalın ixtiyarında idi. Niyə görə? Çünki Rus zadəganları ümumiyyətlə neftə maraq göstərmirdilər. Neft məhsulundan, neft vergisindən qidalanmaq istəkləri çox idi, qubernator və s. Amma bu zadəgan insan, Rus zadəganları özlərinə öz səviyyəsinə görə bunu alçaq bir peşə sayırdılar. Yəni ki, biz aristokratıq, dvarinin, knyaz da, biz neftlə məşğul olan deyilik. Ona görə bu nefti tamamilə verdilər ermənilərin ixtiyarına. Deməli ki, 50-60-70% ermənilərin əlində idi. Bunlar da Tiflisdən, başqa yerlərdən gəlib burada bu istihsalı daxil olurlar. Və burada maraqlı bir məqam var. Cəmi deməli bir neçə Rus zadəganı neftə maraq göstərəndə erməni qazetləri, Mişak, Tiflisdə qazet, Moskvada, Leningradda bütün o jurnalistləri rüşvət verib küy salmışlar ki, Rus zadəganları lisenziyasız, yəni müsabiqəsiz, tendersiz deyək belə də müasir dillə gəlib neftə sahib olmaq istəyirlər dövlət torpağına.
Bunlar narahat oldular ki, yəni ki, Rus imperiyasının zadəganları neftə əl uzatsalar, deməli bunlar məhrum olacaqlar. Və bunlar səs-küy salırlar cəmiyyətdə, qəzetlərdə, nə bilim, məhkəməyə verdilər. Bu neft çox belə dəyərli bir şeydir. Hətta ermənilərin, əsasən ermənilərin görəndə ki, Azərbaycan, yəni yerli Bakı cəmaatı, Abşeron cəmaatı neftə ki maraq göstərməyə başladılar. Təəccüb gəlirdi. Çünki yerli müsəlman cəmaatı həm savadsızdır, həm də ki ehtiyat edirdi ki, imperiya ilə oynamaq problemdir. Həm bilik lazımdır, həm əlaqə, həm savad. Yəni ki, bunlar öz torpaqlarını satmayanda ermənilər Nikolaya, imperatora məktub yazırlar ki, təcili bu cəmaatı köçürdün. Bu Ramanın, Suraxanın cəmaatı, Balaxanın cəmaatı mədənlərimizi yandırır. Bunlar bizə maneçilik törədir, qoymurlar biz istisal eləyək. Məktublar var. Bir sənəd vardı məndə. O Sabunçu sakini Əliyev Murtuz adında bir şəxs böyük bir məktub yazıb. Hörmətli imperator Nikolay, zat alələri bizim əkin torpaqlarımızı zəbt ediblər, bizim deməli örüş yerlərimizi zəbt ediblər, nefti buraxırlar, mədəni. Bizim tərəfli Abşeron cəmaatını bu neft başladı sıxmağa. Bu proqram başlamışdı imperiya vaxtında. Sonra bu davam oldu o 20-ci illərdə. Sovet hakimiyyəti vaxtı yenə də Abşeron kəndlərinə qarşı belə bir proses getdi. Bir neçə kəndin köçürülmə haqqında planda vardı. Yəni ki, imperiya vaxtı ermənilərin bacarmadığı o köçürmə siyasətini vaxtları çəkinirdilər. Çünki istər Ramanıdan, istər Suraxanıdan, istər Sabunçudan, Qoçu Qulam deyirlər, ona Xozeyin Qulam deyirlər. Onun kimi adamlar vardı bunlar. Suraxanada vardı, Emircanda vardı, Bülbülədə vardı. Yəni o proqramı ki, həyata keçirdə bilməyən ermənilər Sovet vaxtı onu başqa yolla həyata keçirdilər. Birinci istəyirlər Ramanını köçürsünlər, sonra Sabunçunu köçürsünlər, Balaxanını, Suraxanını. Təbii ki, Sabunçular bəlkə də 1% var, yoxdur, böyük problemdir. Suraxanada da haradasa yerli cəmaat, hansı ki, Suraxanı Sarabskinin yazdığına görə çox gözəl bir kəndidir. Uzaqdan ora yaxın duranda hələ bilirdin ki, göydən yerə qar tökülüb, ağappaq, hamısını ağardırdılar. Bir adətdir Suraxanada, çünki əhəng yandırma, bütün evləri ağardı, hətta küçəni də ağardılar, torpağı da ağardılar. Ona görə 1857-ci ildə xolera, çuma xəstəliyi olanda Suraxanada ölən demək olar ki, yox idi. Ya 90-cı illərdə bir də çuma xəstəliyi taun olanda yenə də əhəng dezinfeksiyon bir maddədir. Balaxanını köçürəndə yer seçdilər onun üçün. Ramanı Razin deyək, Razin dağının yaxınlığında qəsəbə saldılar. Adını da qoydular Novi Balaxanı. Bu 30-cu illərdə. Amma hələ oldu ki, Balaxanların bir hissəsi köçdüsə, çünki Balaxanlar şəhərdə yaşayırdı. Ən varlı kəndidir. Ona görə ki, bunların heyətindən 3 metrdən, 5 metrdən 10 metrə neft çıxırdı. Onu çəlləyə yığıb aparıb satırdılar portlara. İndiki Qaraşəhər, Şibayev portu deyirlər. Orada gəlib gəmilərə təhvil verirdilər. Suraxanada qaz çıxırdı. Neft yox idi. Ağ neft az miqdarda çıxırdı. Suraxanı demək olar ki, tamam köçürdülər. Sabunçunu tamam köçürdülər. İndi Suraxanada o köhnə evlər var. Şeyx Balayevin evi, Bərzunun evi, Şarudun evi. Bunlar 2 mərtəbə evlər var, görmüşsünüz bəlkə. O köhnə hissədə. Orada bir neçə qəbristanlı mədən içində. Bu kəndləri köçürdülər. Hələ oldu ki, Ramanı tam köçürdə bilmədilər. Çünki mədən hamısı aşağıda idi. Hündürdə neft sayarısı inkişaf eləmək biraz çətin olurdu. Məsələn, Sabunçu ilə Suraxanını demək olar ki, köçürdülər. Cəmaatını 26-cı ildə qərar çıxdı ki, köçürməlidir. Burada neft çıxır və s. Daca anekdot vardı ki, Stalinin yanına gedən, Stalin axı Suraxanada da gizlənib. Atışkənəndə samanlıqlarda, mənim indi ana babam tərəfindən nənəm danışanı bığlı deyirlər ona. Yanına məktub yazan kommunistlər vardı. Deyirdi ki, əgər neft çıxsa mənim təpəmdə, varsa neft, mən onu da brüt eləyərəm. Siz kommunistsiniz, siz gərək Sovet hökumətinə
Bizə sənaye üçün neft lazımdır. Və qısa bir müddət ərzində, 10 il ərzində təxminən 11 milyon ya 10 milyon Rus pulu ayırdılar büdcətdən. Barinov, Serебrovski vardı, o məşhur neft sənayesinin nazirləri, komissarları. Qısa müddət ərzində kəndi köçürdülər. Suraxanı cəmaatı beləliklə köçkün oldu. Bunlara dedilər, hansı yeri seçirsiniz, sizə hörmət edirik. Razin tərəfi, indiki aeroportun üst tərəfi, Şınıq deyirlər, o tərəfi, hansı yeri. Bunlar fikirləşdilər ki, daha yaxın olan yer bizə hansıdır? Yeni Suraxan, əkin yerlərimizdir, halal torpaqdır, biz başqa yerdə mülk sala bilmərik və köçdülər ora. Həm də ki, daşıdılar. Orada 2 mərtəbə ev çox idi. Abşeronda ən çox 2 mərtəbə ev, böyle səviyyəli tikintilər Suraxanda idi. Mədən sularını buraxdılar heyətlərə. Nənəmin heyəti 2 mərtəbə ev idi, tağlı ev idi. İndi qalıb orada bir neçə tağlı ev. Suyu buraxdılar, mədən sularını buraxdılar kəndə, yəni ki, cəmaat əziyyət çəksin. Və şəhərdə, mikrorayonlarda, Hövsanda bunlara ev verdilər. Cəmaat beləliklə köçdü. Bu da bir siyasətdir. İmperiya vaxtında eləyə bilmədikləri siyasəti, yəni ermənilər elə bilmiş, Sovet kommunistləri bunu həyata keçirdilər. Bakı cəmaatı mədəndə işləmirdi. Onun çox adam, Abşeron cəmaatı mədəndə işləmək meyli yox idi. Yalnız bir Əmrəcan cəmaatı mədəndə işləyirdi. Çünki bunların torpağı yox idi. Başqa cəmaat mədəndə işləmirdi. Məştağa, Nərdaran. O qala neft deyilən sahə 30-cu illərdə başlayıb. 28-də, 30-cu illərdə. Əvvəl kəşfiyyat getdi Qalı gölün ətrafında. Qalı gölündə olmuşsunuz da. Dedilər ki, orada vaxtı ikən Rus milyonçusu neft sənayesini işləyən Benkendorf. O Rus təbəəsi idi. Çox azdılar. Rilev, Benkendorf, bir də Knyaz, bilmirəm, Vorontsovun deməli qohumları. Onlar Azərbaycanda neft sənayesi ilə məşğul oldu. Benkendorfun qəsəbəsi indi durub. Bir dənə bak qalıb orada, su bakı. Bütün sahə boşalıb. Fəhlələr üçün barak tikmişdi Benkendorf 1910-cu ildə. Onun ətrafında neft olmalıdır deyənə orada kəşfiyyat işləri getdi. Amma tapa bilmədilər. Gorkinin redaktası ilə çıxan bir gazet, jurnal vardı. Naše Vreme, Novo Vreme. Gorki redaktordu orada. Orada bir müxbir Bakıya gəlir və bir oçerk yazır. Həmən oçerkdə maraqlı məqamlar var. Yazır bir hacı, cəmaatı yığıb başına, gedməyin, mədəndə işləməyin, gedin qoyun, quzuya, əkinlə məşğul olun. Sonra bir başdan xəstə qaçırdı ora-bura, deyirdi ki, axır zaman gəlib, nə bilim nə. O çəkdən yazırdı, sonra yazırdı bir injiner, erməni, sonra nə bilim kim, yer qazdılar, kəşfiyyat apardılar, neft tapa bilmədilər, tozanaq, palçıq və s. Axırda indiki Əzizbəyev neft idarəsi var, Tağıyev adına indi. Tağıyev kimi gedir indi müasir dövrdə. Oralarda neft tapırlar. Binə ilə qala arasında, dəmir yol arasında. Və görürlər ki, bu neft başlayır üzə çıxmağa. Ona görə onları fəhlə lazımdır. Abşeron cəmaatı da Bakı kəndləri mədəndə işləmək meyli yox idi. Qala cəmaatının bağları vardı. Xəşxunada, Şuvalanda, Suraxanı cəmaatının bağları vardı. İncilinidə, Şuvalanda özdə hektarla bağları vardı. Yəni ehtiyac yox idi. Yəni hər kəndçi özü üçün özü həyatını qura bilirdi. Dövlətdən, hökumətdən asılı deyildi. Və bu mədən məsələsi çıxanda ortalığa başladılar bura Pavolcadan. Pavolca birisi də 20-ci ildə aclıq olub. Bəlkə aclıq olub. Tatarlar böyük bir qismi Pavolcadan, aclıqdan gəlmişdi. Adam yiyənlər idi. Çörək yox idi. Eləsi vardı ki, boynu alırdı ki, mən öz uşağımı yemişəm. Çox aclıq idi. Onlardan hekayələri var, yazırlar özləri. Yazırlar, gəldik, Suraxanı ilə Əmrəcan arasında bir ağsaqqal bizə yer verdi. Bizə çörək tapmırdıq, bizə doşab verirdi. Biz sevinirdik ki, doşab, üzüm doşabı, balonda doşab dolu idi zirzəmidə. Deyirdi, yiyin, nə qədər siz yiyin. Biz ölümdən qutardıq, yerli cəmaat bizi xilas elədi. Pavolcadan, yəni Volqa tərəfdən. Bura xeyli miqdarda Mardvin, Çuvaş, Yahudilər, Ruslar, Ermənilər gəldilər bu binə kimi yerə, qala kimi yerə.
Mədəndə fəaliyyət qüvvəsi lazımdır. Və bunlar başladılar burada yaşamağa. Məsələn, Binə məhz mədən, qala mədəninə görə Binə inkişaf elədi. Binədə kitabxana tikildi, bağçalar tikildi, özü qəşəng bağçalar tikilib. O memarları da məşhur Visnin məşhur memarıdır, o abstraksionizm yeni üslubla tikən. Bağçadır, balniçadır, poliklinikadır, kanalizasiya, mədəniyyət evi, klub, letni klub, yay klubu, qış klubu. Yəni Binə oldu 30-cu illərdə mərkəzlərdən biri. Çünki palçıq nöbət içində qəsəbə salmadılar, qalada salmadılar. Qala kəndini isə boşaltdılar. Qalada əhali çox idi. İşıq çəkdilər onlar üçün, sonra işıqlarını kestilər. Cəmaat mecbur oldu, köçdü Şivalan bağlarına. Qala qaldı xaraba. 50-ci illərin axırı kimi. Sonra tezdən inkişaf elədi Qala kəndi. Binə isə inkişaf elədi. Binə mərkəz, qəsəbə inkişaf elədi. Bakı çörəkli şəhəridir. Neft mədənində işləmək yaşamaq deməkdir. Misal üçün bu ev ki var, burada bir türk yaşayıb. Türk əskəri olub, 18-ci ildə yaralanıb, qalıb Binədə. Türklər gedəndə cavan oğlandı. Deyirlər, biz bunu apara bilmərik, ölər. Bunu saxlayırlar Binə kəndində. O sonra evlənir buradan. Həmən nəsil Binədə yaşayır. Sonra 45-də onu sürgün edirlər bu evdən. 45-ci il sürgün edirlər. Bir də qayıdır 60-cı illərdə. Təbii ki, bu həyətə gəlmir. Və başqa yerdən geri götürür. O kadr üçün döyür. Orada gəldi üstümə dedim, gəl verirəm sənə bu evi. Mən bunu almışam Urus'tan. Da, mən pulunu almışam. Sən mənim üçün burada 100 metr, mənim atamın həyəti buradadır da. 100 metr radiusda mənə bir yer tap, mən bu evi bağışlayıram sənə. Yəni, eyni miqdarda. Yox, biz onu bazarmarıq. Yəni, bu uzun zülüm çəkib bu adam Türk. Mən də onun haqqında povest yazdırmışam. O Sibirdə qalmağı. Kişi özü demişdi ki, mən buradan bu pulla, bu evin puluyla, yəni Rus'tan aldığım pulla sanka aldım, xizək aldım orada, uşaqlarımı ölümdən qurtardım. O pul vaxtında gəlməsəydi, o Rus pulu göndərməsəydi, mən orada Sibirdə məhv olub gedəcəkdim. Bu insan taleyi belədir də. Əgər biz getsək Naxçıvana, Qazaxa, Gədəbəyə, qazıntı aparsaq, zəngin material üzə çıxır. Abşeronda bir dənə kurqan qazıyanda, 2 dənə balaca küp tapanda, ya bir dəmir tapanda biz sevinirik ki, yəni belə bir zənginlik Abşeronda yoxdur. Amma Bakıda, Abşeronda nə tapılırsa unikaldır. Başqa yerdə tapılmır. Misal üçün burada Abşeronda vaxtı ikən qazıntı zamanı o arxeolog qardaş Xanaslanov tunç kəməri tapmışdı. Tunç. O tunç kəmərlər Xocalı Gədəbəy mədəniyyətinin göstəricilərindən biridir. Üstündə insan təsviri, üstündə şir, pələng, yılan, ördək unikal bir sənət əsəridir. Şirvanşah muzeyində saxlanılır. Və yaxud mənim tapdığım Dübəndi kurqanından qızıl boyunbağı 10-15 qram. Üstündə meandr şəkli var. O meandr eradan əvvəl 3-cü milliyin axırı 2-ci milliyin əvvəlinə aiddir. Azərbaycanda ona oxşar heç nə tapılmayıb. Və yaxud qayaüstü təsvirlər, Abşeronda tapılan təsvirlər, sujetli təsvirlər. Belə təsvirlər Azərbaycanda heç yerdə yoxdur. Müxtəlif səhnələr var orada. Abşeronda tapılan qayaüstü təsvirlərdə səhnələr var. Qobustanda var, öküz təsviri, anazağa və s. abidlər. Amma Abşeronda olan təsvirlər unikaldır. Nə barədə unikaldır? Burada müxtəlif səhnələr var. Ov səhnəsi var, dua səhnəsi var, seksual səhnəsi var, insanı öldürmə, insanı qurban getirmə, oyunlar var, hansı ki oyun Misirdə də var, Abşeronda da var. Misir qəbirlərindən, fəraonların demək qəbirlərindən aşkar edilib. Eyni oxşarlıq, eyni paralel. Abşeronda olan sujetlər Ön Asiyada, qədim Babil ya Şumer əfsanəsi ilə uyğun gəlir. Əlbəttə ki, o demək deyir ki, bunlar Şumerdən gəliblər, buraya Babilistandan gəliblər. Yəni ideologiya bir olub. Abşeronda demək olar ki, bütün tarixi kəndlərin ərazisində qalalar olub. Qalıçalar və qalalar. Nə ilə bağlıdır? Müxtəlif rəylər var. Misal üçün son vaxtlar
Belə bir dəb düşüb. Dərk elə bilmədiklərini fantaziya tərəf yönəldirlər. Yəni Qız Qalası olub Leyli Məcnunun məqbərəsi, güya Leyli Məcnun orada dəfn olunub Şirvanşah Əxsittan tərəfindən, nə bilim kim, güya şahın oğlu aşıq olub hansı beyin qızına, güya Leyli Məcnun əfsanəsi məhz Qız Qalasından yaranıb, süjet əsasında o durub, sonra Qız Qalası güya kosmosla bağlıdır, Qız Qalası güya ümumiyyətlə qalalar ateşgah olub, ateşgahda olub orada od çıxıb yerdən, müxtəlif rəylər var, müxtəlif fantaziyalar var. Yəni, başqa yerdə Azərbaycanda bu sıxlıqda qalalar yoxdur. Var tamam başqa formatda. Məhz Abşerona xas olan dördküc, danjon, hasar və s. Unikallıq ondadır ki, Abşeronda olan nə varsa, Abşeronda heç nə yoxdur. Amma nə varsa çox unikaldır. Bu belə bir tezis demək olar.